Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Dehli Sultanlığıdır. 1206-cı ildən 1526-cı ilə kimi mövcud olmuşdur. Deməli, Şimali-Qərbi Hindistan 6-cı əsrdən Axunların, Mihraqul xanın hücumuna məruz qalmış. Mihraqul xan orada müəyyən qədər ərazilər ələ keçirdikdən sonra bu yürüşlər ta Qəznəli hökmdarı 11-ci əsrdə hakimiyyətdə olmuş Mahmud Qəznəli dönəmində daha da aktivləşmiş və Hindistanın şimali-qərbi, indiki Pakistan əraziləri və ona bitişik bəzi ərazilər türklərin hakimiyyəti altında olmuşdur. Ümumiyyətlə, Hindistanda türklərin ağalığı, hakimiyyəti 6-cı əsrdən 19-cu əsrin ortalarına kimi davam etmişdir. Dəyərli yoldaşlar, Qəznəliləri 12-ci əsrdə Gürlu hökmranlığı əvəz etdi, yəni Gürlular əvəz etdi. Sonuncu Gürlu hökmdarı Məhəmmədin vəfatından sonra deməli Qütbəddin Aybək Məmlükli sultanlığını hakimiyyətə gətirərək demək Dehli sultanlığının əsasını qoydu 1206-cı ildə. Kimdir bu Qütbəddin Aybək? Deməli, bir zamanlar Gürlular türklərə orduda böyük üstünlük verirdilər və onlar deməli qulamlardan istifadə edirdilər. Uşaq vaxtı yetişdirirdilər bu türkləri və orduda onların gücündən istifadə edirdilər. Həmin qulamlardan biri də Qütbəddin deməli Aybəkdir. Qütbəddin Aybək dediyimiz kimi hakimiyyətə gəlməsi ilə Dehli sultanlığının əsası qoyuldu və Məmlüklü sülaləsinin əsası qoyuldu. Məmlüklü sülaləsi ümumiyyətlə 1206-cı ildən 1290-cı ilə qədər dəyərli yoldaşlar hakimiyyətdə olub bu sülalə. Dehli sultanlığının ilk paytaxtı Dehli, sonra Diogir olmuşdur. Dehli, sonra Diogir. Deməli, Qütbəddin Aybək hakimiyyətdə olub 1206-1210-cu illərdə. Bu 4 il ərzində Qütbəddin Aybək nə kimi işlər görüb? Hindistanın şimalını tabe etdi, öz hakimiyyətində tabe etdi. Türk dili üçün çox çalışdı, türklərin sayını artırmaq üçün çox çalışdı, İslamın yayılması üçün bir sıra tədbirlər, işlər gördü və eyni zamanda Qütüb Minar minarəsinin inşası da Qütbəddin Aybəkin adı ilə bağlıdır. Deməli, fiziki oyunlara, idmana böyük maraq göstərirdi. Günlərin bir günündə Gövkən oyunu zamanı deməli, həyatını itirir Qütbəddin Aybək. Ondan sonra hakimiyyətə Şəmsəddin Eltutmuş gəlir. Şəmsəddin Eltutmuş. Şəmsəddin Eltutmuş deməli, Hindistanın şimalını zaten Qütbəddin Aybək tutmuşdu. Ona bitişik bəzi əraziləri də ələ keçirdərək daha da şimali Hindistanda möhkəmləndi. Sonra Monqol təhlükəsinin qarşısını aldı. Yəni, hücum edən Monqolları məğlub edib, Monqol təhlükəsinin qarşısını aldı. Amma hələ də Monqol təhlükəsi davam edirdi. Deməli, Xarəzmşah Cəlaləddinə də sığınacaq verdi, Monqollardan qaçan türklərə də sığınacaq verdi. Deməli, Şəmsəddin Eltutmuş. Türk mədəni həyatının inkişafı üçün çox çalışdı. Şəmsəddin Eltutmuş. Sərhəd ərazilərdəki əyanları, feodalları sədaqətə cəlb etmək üçün, onların sədaqətini möhkəmləndirmək üçün nə etdi? 3 addım atdı. İqta sistemini deməli genişləndirdi. Sonra pul kəstirdi adına və nizami ordu yaratdı. Burada əsas məqsəd deməli bütün sərhədlər daxilində sultanlıqda mərkəzi hakimiyyəti gücləndirmək, möhkəmləndirmək idi. Eyni zamanda xarici siyasətdə də xəlifə ilə dostluq münasibətləri saxladı. Hətta Abbasi xəlifəsi Şəmsəddin Eltutmuşu Hindistan sultanı kimi də tanıdı dəyərli yoldaşlar. Özündən sonra qızı Raziyəni deməli vəliəhd elan etdi. Ondan sonra sultan qızı Raziyə sultan olacaq. Raziyə Sultan 1236-1240-cı illərdə hakimiyyətdə olub. Raziyə Sultanın dövrü çox ixtişaşlarla dolu bir dövrdür. Nəhayət o hakimiyyətdə qala bilmir. Deməli, Qiyasəddin Balaban gəlir hakimiyyətə.
Qiyasəddin Balaban hərbçilərin köməyi ilə hakimiyyətə gəlir ki, ölkədəki bu ixtişaşı, deməli bu xaosu aradan götürmək üçün tədbirlər görsün. 1266-1287-ci ildə Qiyasəddin Balaban hakimiyyətdə olur. Dəmir iradəli, möhkəm iradəli olan Qiyasəddin Balaban ixtişaşları yatırır, ölkənin parçalanmasının qarşısını alır, qiyamçı Hind feodallarını məğlub edir, darmadağın edir, yəni onları yenidən mərkəzi hakimiyyətə tabe edir və Monqol qoşunlarını darmadağın edir. Amma yenə də Monqol təhlükəsi davam edirdi. Dəyərli yoldaşlar, Xələclər sülaləsi, biz nə demişdik? Qütbəddin Aybəkin hakimiyyətə gəlməsi ilə Məmlüklü sülaləsi hakimiyyətə gəlir. Ondan sonra Xələclər sülaləsi Dehli sultanlığında hakimiyyətdə olur. 1290-cı ildən 1320-ci ilə kimi bu sülalə hakimiyyətdə olur. Əlaəddin Xələc sülalənin nümayəndəsidir. Diqqətli olun yoldaşlar. Bu sülalənin banisi deyil, nümayəndəsidir. Fikir verin, 1296-cı ildə hakimiyyətə gəlir. Amma Xələclər 1290-cı ildə gəlir. Hələ 6 il müddətində də kimsə hakimiyyətdə olub. Amma kitabımızda onun adı olmadığı üçün qeyd etmirəm. Monqol təhlükəsinin qarşısını tamam alır. Fikir vermişdirsə, Dehli sultanlığı yaranandan bəri mən sultanların atdığı addımları nə deyirəm? Monqol təhlükəsinin qarşısını aldı, amma Monqol təhlükəsi davam edirdi. Yenə də davam edirdi. Əlaəddin Xələc isə Monqol təhlükəsinin qarşısını tamamilə aldı. Ondan sonra daha Monqollar hücum etmədilər. Cənubi Hindistanı da tabe etdi. Bugünə qədər Dehli sultanları Hindistanın şimalını tabe etmişdilər. Amma Əlaəddin Xələc cənubunu da tabe etdi. Vergi sistemini nizamladı. Zəmindarlar deyilən bu feodallar ki var idi, zəmindarlara dövlət torpaq vermişdi ki, deməli onlar xidmət etsinlər dövlətə. Amma qarşılığını görmədiyi üçün Əlaəddin Xələc həmin o zəmindarlardan bu şərti torpaqları aldı. Aldı və hərbçilərə daha həmin torpaq qaydasında deyil, yəni torpaq versin, əksin, becərsin, sonra əskər versin, elə deyil, sadəcə olaraq pulla maaş verməyə başladı. Hərbçilərə maaşı pulla verdi. Həmin bu zəmindarlardan alınan torpaqları neynədi? Aqibəti nə oldu torpaqların? Həmin torpaqları kəndlilərə icarəyə verdi. Yəni, belə bir strategiya qurdu ki, kəndinin işi əkib becərmək, dövləti, ölkəni ərzaqla təmin etmək, hərbçinin işi isə öz maaşını alıb vuruşmaqdır. Bu sistemi tətbiq etdi və kifayət qədər dövləti gücləndirdi. Çünki artıq tək şimali Hindistan deyildi, bütün Hindistana nəzarət edirdi. Lakin, deməli, Əlaəddin Xələcdən sonra zəifləmələr var. Zəifləmələr var. Ümumiyyətlə, 1380-ci illərdən artıq tənəzzül dövrü başlayır. Deməli, Dehli sultanlığında. Çəkişmələr, qiyamlar bunun əsas səbəbidir bu tənəzzülün. Çəkişmələr, qiyamlar, unutmayın. Hind feodallarının qiyamları kitabda belə yazılıb. Ümumiyyətlə, yadda saxlamaq üçün daha qısa sözlərdən istifadə etmək lazımdır. Çəkişmələr və qiyamlar. Cənubda müstəqil Hind dövlətləri yarandı. Nə vaxtdan? 1380-ci illərdən. Bu dağınıqlıq vəziyyətinin kəşfiyyat məlumatları, yəni Hindistan sultanlığının bu dağınıq vəziyyətinin haqqında kəşfiyyat məlumatları Teymura gedirdi, Əmir Teymura. Əmir Teymur hücum planını hazırladı və Hindistan səfərinə çıxdı. Hindistana hücum etdi. Nəticədə talan edildi, qarətlər, basqınlar darmadağın edildi, xəzinənin böyük hissəsini götürdü və artıq bununla da Dehli sultanlığı tamam olaraq gücünü itirmiş oldu. Formal olaraq mövcud idi. 1450-ci illərdə, yəni 15-ci əsrin ortalarında Əfqan mənşəli sülalə hakimiyyətə gəlir. Onlardan biri İbrahim Ludidir. Deməli, İbrahim Ludi. İbrahim Ludi əslində bəzi tədbirlər həyata keçirdi. Məsələn, feodallara qarşı mübarizəyə başladı. Amma bu mümkün olmadı. Feodallar Kabul hakimi Zahirəddin Baburu köməyə çağırdılar. Kabul hakimi Zahirəddin Baburu köməyə çağırdılar. Və 1526-cı ildə Panipat döyüşündə, diqqət edin, 1526 Panipat döyüşündə
Babur İbrahim Ludini məğlub etdi, Dehli sultanlığı süqut etdi və yerində böyük Moğol dövləti yarandı, dəyərli yoldaşlar. 1526 Panipat döyüşü, Dehli sultanlığı süqut etdi, İbrahim Ludi məğlub oldu, Kabul hakimi Zahirəddin Babur böyük Moğol dövlətini yaratmış oldu. Davam edirik dərsimizin ikinci hissəsinə.